Salam, hər vaxtınız xeyir olsun. Riyala baxırsınız, bəli, hər il ənənəvi qaydada təşkil edilən Bakı marafonu artıq öz işinə start verdi. Səhər saat 10-dan etibarən Bakı marafonuna iştirak edən yürüşçülər, marafonçular artıq yürüşə başlayıblar. Onu da qeyd edim ki, artıq 8-ci dəfədir ki, küləyə qalib gəl şüar altında keçirilən Bakı marafonunun sevincini sizlərlə bölüşürük. Bu möhtəşəm idman bayramı bir daha onu sübut edir ki, Bakı təkcə regionun deyil, eləcə də dünyanın idman mərkəzlərindən birinə çevrilməkdədir. Bir məlumatı da diqqətinizə çatdırım ki, küləyə qalib gəl şüarı altında keçirilən Bakı marafonunda artıq 28 minədək iştirakçı qeydiyyatdan keçib. Burada tanınmış ziyalılar, fəxri qonaqlar da iştirak edir. Onu da deyim ki, tanınmış ictimai-siyasi incəsənət xadimləri, ziyalılar da qoşulub. Ümumilikdə marafonun 200-dən çox rəsmi və fəxri iştirakçısı da var. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı ölkəmizdə yaşayan əcnəbilər, eləcə də xarici vətəndaşlar da qoşulublar. Yürüşdə həmçinin fiziki imkanları məhdud olan şəxslər, eləcə də Down sindromlu uşaqlar da iştirak edirlər. 2016-cı ildən etibarən təşkil edilən Bakı marafonunun əsas məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etməkdir. Onu da deyim ki, start və finiş nöqtələri Dövlət bayrağı meydanı olan marafonun marşrut xətti dənizkənarı bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 kilometr məsafəni əhatə edir. Marafonun marşrut boyu şəhərin müxtəlif ünvanlarında da əyləncə zonaları təşkil edilib. Marafonda iştirak edən birinci, ikinci və üçüncü yerin qaliblərinə müxtəlif pul mükafatları, eləcə də sertifikatlar və hədiyyələr təqdim olunacaqlar. Tabii.